Hamıya salam. Bugün sizi salamlayıram kəndimizdən. Hər dəfə kəndimizə böyük sevinclə gəlirəm, amma bu dəfəki sevincim 2 qat idi. Çünki qapı qonşumuz, əmim oğlunun toyuna gəlirdim. Kəndə çatar-çatmaz mənə bir xahiş gəldi ki, xonçalar üçün şaftalı şirniyyatı hazırlaya bilərsənmi? Sevə-sevə qəbul etdim və başladım hazırlamağa. Deyilənə görə çox dadlı, çox gözəl alınmışdı. Yeyənlərin fikirlərini əsasən bunu bildirmək istəyirəm. Hazırlama qaydasını, ərzaqların dəqiq ölçüsünü hər birini videonun altında qeyd edəcəm. İnşallah siz də bu videodan yararlanıb xonçalarınıza, xoş günlərinizdə şaftalı şirniyyatından hazırlayacaqsınız. İlk dəfə idi açıq havada bu cür video çəkirdim. Olduqca çətin imiş, amma ümid edirəm ki, siz mənim bu videomu bəyənəcəksiniz. Çünki həqiqətən də arxada o qədər böyük zəhmət var ki, onu sizə heç cür çatdıra bilmirəm. İnşallah kənd videolarımın davamı gələcək. İnşallah ki, kənd videolarımı bəyənəcəksiniz. Yeni videolarımda görüşənə dək hələlik.